Salyan rayonundan olan ictimai fəal paylaşdığı video ilə deputat Günay Ağamalıya cavab verib. Bir xəbər media xəbər verir ki, xanım deputatın qalmaqallı fikirlərinə münasibət bildirməklə yanaşı, onun son zamanlar şəhid və qazi ailələri arxasında gizləndiyini iddia edib. Necə? Gəlin vətəndaşın şikayətini dinləyək. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Salam Azərbaycanın dəyərli insanları, dəyərli vətəndaşları, Allah hər birinizdən razı olsun. Son zamanlar gündəmi fəth edən bu Seydə Bəkir qızının bir kəlmə sözü var. Deyir ki, Azərbaycan kişiləri yəni bir səviyyəsiz bir ifadə də işlədir. Bu Azərbaycan kişiləri içərisində Seydə Bəkir qızı, sizin atanız, qardaşınız və yoldaşınız da gedir. Çünki siz bugün Günay Ağamalına dəstək çıxdınız, belə deyək. Amma mən bir şey vurğulayacağım. Mənə gələn çox zəylərə görə bu postu paylaşıram. Salyan 139 minə yaxın əhalisi var. Gəlin döyək qapıları. Neçə qapı bağlıdır? Neçə insanlar xaricdədir? Və Qarabağ müharibəsinə üzübəri hesablasaq, haradasa bir 300'ə yaxın Salyan şəhid verib. Və 2-ci Qarabağ müharibəsinə 44 gün desə 70. Və qazilərimiz də 300'dən də artıq qazilərimiz var. Günay Ağamalı isə demək Qurban Bayramı ərəfəsində 35 nəfərlik ehsan süfrəsi etdi. Mənə sual olunur, zəng olunur. Nura xanım, biz qazi deyilik mi? Biz veteran deyilik mi? Mən çox xahiş edərdim. Bu ki orada süfrə açıldı. O süfrədə kimlər var? Onlar araşdırılsın. Çox xahiş edirəm. Çünki zamanla mən deyəndə ki, Günay xanım, filan qazimizin problemi var. O mənim dairəmdə deyil ki. İndi necə oldu? Sizin dairənizdə olmayan qazi sizin süfrənizdə əyləşib, amma sizin dairənizdən olan qazilər, veteranlar kənarda qalıb. Necə oldu? Kimə də desəniz, mən bilirəm ki, mən çox gözəl bilirəm ki, o sizin ətrafınızda olan şəhid ailələrinin, qazilərin hansı birinə, hansı işi görmüşsünüz və zəng etmişsiniz ki, durun gəlin. Onlar da müəyyən bir işlərini aşırmışsınız deyə, sizin yanınızda olmağı özlerine borcu bilirlər ki, borcu qalmasınlar. Amma bugün bilirsiniz, neçə insan sizə müraciət etdi, neçə qazi, neçə veteran, neçə şəhid ailəsi. Artıq çilədən çıxıram. Məni tanıyanlar bilir ki, mən çox səbirli insanım. Amma Günay xanım, mən buradan sizə vurğulayıram. Salyan, Daril Möminlər diyarıdır. Salyan, işverənlər diyarı deyil. Salyan, yaltaqlar diyarı deyil. Bizim gözəl məmurlarımız da var. Bugün sosial şəbəkədə bəli, paylaşım olunub. Salyan şəhid anaları, Salyan qaziləri, Salyan şəhid ailələri. Xeyr, siz Salyan şəhid ailələrinin, Salyan qazilərinin arxasında gizlənə bilməzsiniz. Salyanlar ömrü boyu haqq deyiblər. Salyanlar ömrü boyu sözü düzün deyiblər. Salyanlar hər zaman bir-birinə dəstək olublar. 2-3 nəfəri yığmışsan, yarısını Neftçalıdan, yarısını Beləsuvardan, yarısını Salyandan, 35 nəfərli stol açmışsan. Hanı mənim o əziyyət çəkən qazilərim? Hanı mənim o xəstəxanalarda qalan qazilərim? Hanı mənim o evində 80 manata möhtac olan veteranlarım ki, fəhləçilik eləyirlər? Günü 10 manatı, 15 manatı fəhləçilik eləyirlər. Ailələrinə çatanda bağlarını belə qucaqlaya bilmirlər yorğunluqdan. Halları olmur. Hanı? Sənin üzərində bu günləri bütün Azərbaycan xalqı qalxıb. Etdiyin o çıxışa görə ki, uşaq pulu alan vətəndaş ata tənbəlləşəcək. O çıxışı etməyin keçmir, bir gəlib Salyan şəhid ailələrinin, qazilərinin arxasında gizlənirsən. Araşdırsınlar, mən çox xahiş edirəm, müəyyən orqanlardan araşdırsınlar ki, o tədbirdə kimlər iştirak edib. Kimlər iştirak etdi? O tədbirdə iştirak edən var idi ki, atamız idi Beləsuvardan, bəli, xəstə vəziyyətdə gətirmişdi. Və bugün bir dəfə onun həyatını xilas etdiniz. Həyatını həkimlərimiz xilas etdi, siz yox. Siz sadəcə onu ola bilsin ki, oradan götürüb gətirdiniz. Bugün bizim çox gözəl həkimlərimiz var. Siz hətta o qədər özünüzdən razısınız ki, siz bizim Salyan balnitsasını belə sıxıntı altına saldınız.
Mən beləyəm, xeyr. Bizim Salyan Balniçasının belə, rəhbərliyi belə bizim Salyanımızın dəyərli xanımıdır. Və hər birimiz Salyanlı olaraq o xanımın da arxasındayıq. Mən dəfələrlə oldu. Qazimiz oldu, intihara cəhd etdi. Dedim ki, Günay xanım, yanına getmək lazımdır. Getdiniz, bugün tez partiya gətirdiniz. Nə məsələdir? Nə baş verir ümumiyyətlə? Mən açıqlama istəyirəm sizdən. Bugün Salyan, yenə də deyirəm, 140 min əhalisi olan bir Salyandır. Salyan 35 nəfərdən ibarət deyil. Necə olur ki, Qarabağlıdan olan, indi burada platformadır, hansısa sovetlikdən olan qazi gəlir, əyləşir orada. Sizə dəstək çıxmaq üçün. Hanı mənim Salyanımın qaziləri? Hanı mənim Salyanımın veteranları? Hansının qapısını döydünüz? Can qoyublar oğullar. Gizli-gizli fəhləçilik edirlər. Deyirsiniz ki, uşaq pulu tənbəlləşdirəcək. Xeyr, tənbəlləşdirmir insanları. O uşaq pulu alsalar, həvəslənərlər. Ailəyə üzü ağ gələrlər, əli dolu gələrlər. Balaları qabaqlarına qaçanda qucaqlarına alarlar. Bəli, bugün analar övladlarına deyirlər ki, atınızı, yəni kimisə yanında pul istəməyin. Niyə? Çünki atalar əllərini cibinə salmağa ürəkləri yoxdur. Bəlkə cibdə pul yoxdur deyə. Salyanda nə qədər işsizliyin sayı en qədərdir. Son zamanlarda elə bir neçəsini işlə təmin etdirmişik. Siz nə ediniz? Çox xahiş edirəm. Bu müddət ərzində qəbulumuza neçə adam gəlibsə, müvafiq orqanlardan xahiş edirəm. Araşdırın, görün kimin işə alındı. Hansının işə alındı? Yalanla ərizə yazmaqla deyil. Sağ olsun bizim dəyərli məmurlarımız, dəyərli insanlarımız. Gedirik, xahiş edirik. Heç ərizə yazmağa ehtiyac yoxdur ki. Qardaşım, bunu bir dənə belə eləyin də. Oha var dağa mindirir, oha var dağdan indirir. Andolaha anında həll edirlər. Niyə sizə görə bizim qazilər incidilməlidir? Niyə sizə görə bizim veteranlar incidilməlidir? 3-5 şəhid ailəsindən mi ibarətdir? Dünən mənə zəng olunur dəfələrlə ki, Nura xanım, biz şəhid anası deyilik ki, qapımız döyülmədi. Biz qazi deyilik mi, qapımız döyülmədi. Heç kim bizi yada salıb 1 kilo ət vermədi. Ətdə deyirlər, onlar, söhbət ətdən getmir. Söhbət diqqətdən gedir. Siz, yenə də deyirəm, Azərbaycanı ayağa qaldıran çıxışınızdan sonra Salyanlarda 35 nəfərin arxasında gizlənə bilməzsiniz və 35 nəfər orada iştirak edənlərlə siz deyə bilməzsiniz ki, Salyan qaziləri, şəhid ailələrinə mən tədbir keçirdim, mən nəsə etdim. Onu deyə bilməzsiniz. Salyanlar hər zaman bir olub. Salyanlar dəyərli məmurlarının hər zaman yanındadır. Bizim hüquq mühafizə orqanlarımız var. Andol Allah'a o kişi etdiyini mən deyərdim Salyanda hansısa bir məmur etməyib. Siz nə etdiniz ki? Siz ancaq çaxnaşma yarattınız. Sarvan kəndində siz qovuldunuz. Bilirsiniz, mən çox şeylər bilirəm Günay xanım, mən amma danışmaq istəmirəm, bu qədərində lazım deyildi. Kimsə Salyan qaziləri adı altında 3-5 nəfərin arxasında gizlənə bilməz. Bugün sizin üzərinizə etdiyiniz çıxışa görə bütün Azərbaycan qalxıb demək olar ki. Siz elə bir çaxnaşma yaratmışsınız, istəyir Səidə Bəkir qızı siz. Nə baş verir sizdə? Azərbaycan qadınla mı yaraşır bunlar? Cənab Ali Başkomandanın verdiği qərarları siz bilirsiniz nə eləmişsiniz? Siz Azərbaycan içində çaxnaşma yaratmışsınız. Bizim çox gözəl Cənab Ali Başkomandan var. Verdiği qərarları da verir. Amma işini bacarmayan bəzi məmurlardır ki, bu oyunu çıxardır. Millətə bir-birinə vurursunuz. 3-5 nəfərin arxasında gizlənə. Mən yenə də deyirəm, mən çox xahiş edirəm. Bu təyin olunan deputatların arxasında kimlər var, kimlər ki yoxlayır? Buyursun yoxlasınlar. Bu müddət ərzində kimin üçün nə etdilər? 3-5 nəfər deyil Salyan. Salyan 140 min əhalisi olan Salyan'da. 1-ci Qarabağ müharibəsində 193 şəhid verib. Və 200'ə yaxın qazisi var. Hansının qapısını döydünüz 1-ci Qarabağ müharibəsindən? Düşmüşsünüz 3-5 nəfərin də alına, deyirsiniz ki, mən bunu etdim, mən onu etdim. Xeyr, siz heç etmədiniz. Bunu mən adım qədər əminliklə deyirəm. Lazım gələrsə, yenə də təkrarən sübutçu, mən burada sübut çəkəcəm. İşıqlandıracağım. Hansı qazilərim hansı vəziyyətdədir? Sahib qazim, bir-iki dəfə kömək edəndən sonra özüm borcdayam dediniz. Niyə? 10 ildir yataqdadır. Nə baş verdi sizdə? Niyə görə sizin
dairənizdə olan qazini gətirmişsiniz, olmayan qazini gətirmişsiniz sonra, amma əhatənizdə olan qazini gətirməmişsiniz, dairənizdə olan qazini gətirməmişsiniz. 3-5 nəfər Neftçaladan, Belasuvardan, Salyandan yığmışsınız. Niyə? Hanı mənim o 300-ə yaxın şəhid ailəm? Çox xahiş edirəm. Bundan sonraki paylaşımım çalışın ki, müsbət bir çağırış olsun. Olmasa, nə